Bismillahirrahmanirrahim. Salam əziz dostlar. Dostlar, İranla Epstein alyansı arasında olan müharibədə əlhəmdülillah ki, dünyada qəlblər riqqətə gəldi. Gördünüz, şərqdə və qərbdə, şimalda və cənubda haqq cəbhəsini dəstəkləyənlərin sayı həddindən artıq çox oldu. Bəlkə Amerika tarixində birinci müharibə idi ki, ilk günlərdən onun əleyhinə yürüşlər, mitinqlər təşkil olundu və haqq cəbhəsini dəstəkləyən insanların sayı gündən-günə çoxalırdı. Bu ilk gündən belə oldu. Halbuki Amerikanın qabaqki təcavüzkar müharibələrində belə deyildi. Müəyyən müddət keçirdi, sonra nələrsə insanlar yavaş oyanmağa başladı və onu da ayrı səmtə yönəldirdilər. Demiş ki, 60-cı illərdə cinsi inqilablar bir səbəbi bu idi ki, Amerikanın cinayətlərinə qarşı xalq etirazları yüksəlirdi. Onu inhirafa çəkdilər, səhv yollara çəkdilər. Hippi cərəyanı və s. yaratdılar. İndi isə şükür Allah belə bir hadisə baş vermir və bu hidayət olunmalıdır, idarə olunmalıdır. Allah eləməsin ki, düşmən təzədən bu insanların pak, ülvi, fitri istəklərini səhv səmtə, yanlış səmtə yönəldə bilməsinlər. Bu fitri, bu cür deyək, əməllərdən biri bu idi ki, yəni fitrətə əsaslanan əməllərdən biri bu idi ki, hər yerdə İran İslam Respublikasına böyük köməklər toplandı. Gördünüz, Kəşmirdə Hindistanın və yəni Pakistanın mübahisəli ərazidir. Kəşmir ərazisində onlarla milyon dollar pul qısa müddət ərzində yığıldı müxtəlif yerlərdə. Burada həm fitri amil var, həm də bir psixoloji amil də var. Psixoloji amil bundan ibarət ki, adətən insanlar özlərini qalib bir cəbhəyə mənsub etmək istəyirlər. Görürlər müharibəni İran İslam Respublikası və İslam ordusu müvəffəqiyyətlə qabağa aparır və istəyirlər bu qalib cəbhəyə kömək olsunlar. Əlbəttə bunun bir sivilizasiya və tarixi, mədəni kökləri də var. Bu xalqların məntəqədə yaşayan xalqların əksəriyyəti özünün böyük İran sivilizasiyasının bir hissəsi bilirlər, yaxud dini və məzhəb bağlılıqları da bağlayır. Bunlar da var. Yəni fitrət amilindən başqa sivilizasiya, mədəniyyət və məzhəb amilləri də var. Amma ortada istəyən bir, bu cür deyim, məzlumlardan da danışım sizə. Livan Hizbullahı. Bilirsiniz, Livanda təqribən dəqiq say məlum deyil, 10 milyon hardasa əhali yaşayır. Yəni Azərbaycan qədərdir, amma ərazisi çox azdır. Bunun təqribən 50%-dən çoxu müsəlmanlardır. Bu təqribən 1/3-dən biraz çoxu şiələr təşkil edirlər. Yəni 30 neçə faiz, bəziləri 41% deyir. İndi rəqəmlər müxtəlifdir. Və bunların içində bir müqavimət hərəkatı formalaşıb Hizbullah və illər boyudur. Ən ön cəbhədədirlər. İlk zərbələr bunlara dəyir, evləri dağılır, övladları dünyadan gedir, şəhid olurlar. Ailələr yetim qalır, böyük qaçqın kütləsi yaranır. Son hadisələrdə 1 milyon şiə insan ev eşiyindən didərgin düşüb. Yəni təqribən əhalinin 1/3 şiələrin ev eşiyindən məhrum olublar. Bəziləri xaricə qaçmağa məcbur olub, bəziləri məsələn İraqa, ayrı ərazilərə, dağlarda gördünüz bəzən. Bunlar gedəndə soyuğa düşürlər. Və mən xəritəsini də yerləşdirəcəm. Baxarsınız orada şiələr təqribən az ərazidə yaşayırlar. Azərbaycan böyük bir dənə rayonu qədər bunların əlində təqribən ərazi var və bu ərazidə bunlar möhkəm qalıb dünyanın bu cür deyək texnoloji baxımından ən böyük bir dövlət demək istəmirəm, bir qurumuna qarşı, bir bandit yuvasına qarşı mübarizə aparırlar. Son hadisələrdə gördünüz ki, bu yeni İran İslam Respublikasının köməyinə tələsdilər, baxmayaraq ki, liderləri şəhid olub, Rizvan qruplaşması böyük zərbə yeyib, amma köməyə tələsdilər və mərdliklərini meydanda göstərdilər. Və bu hələ razılaşma söhbəti gedəndə təkrar onlara hücum oldu, evləri dağıdıldı. 200-dən çox insan bir an içində şəhid edildi və təqribən bunların 1 milyondan çoxu qaçqındır. Dostlar, bəzən bu fitri hisslər yaxşıdır, çox gözəldir, amma bəzən reallıqları nəzərə alaq. Mən çox istərdim ki, insanlar köməkliklərin müəyyən bir hissəsini bunlara tərəf yönəltsinlər. Bunlar şiələr orada, Hizbullah ən çox parlament rəisi həddində təmsil oluna bilərlər. Əllərində dövlət yoxdur, Livanın elə sərvəti yoxdur, ərazisi azdır, qaçmağa yerləri yoxdur. Hər tərəfdən düşmənlərlə əhatə olunublar, bir tərəfdən İsrail, bir tərəfdən Aralıq dənizidir, bir tərəfdən Colani dönər hakimiyyətidir. Ölkənin içində druzilərlə problemlər var, müəyyən maronilərlə problemlər var, bəzi təkfirçi qruplarla problemlər var. Mən özüm 2012-də Livanda olmuşam. Mavi mərmərə məsələsindən sonra bir karvan təşkil elədi, bir 100 nəfər təqribən. Mən də qoşulum o vaxt getdim və istirdik biz Qəzzəyə gedək. Nəysə yolda yolumuzu bağladılar və biz Livana dönməli olduq. Yəni qayıqlarımıza keçmə icazəsi vermədilər, imkan olmadı. Və bir həftədən çox Livanda gəzdim, o vəziyyəti gördüm mən Livanda, Beyrutda oldum, cənub məntəqələrində oldum.
Bəzi artıq muzeyə çevrilmiş bunkerlərində, yəni yeraltı yerlərində oldum və gördüm, bəli, şiələr orada doğrudan çox məzlumdular bu mənada ki, pis düşmənləri var. Düşmənləri bir eybəcər düşmənləri var. İftiracı, hiyləgər düşmənləri var. İndi yenə vəziyyət pozurdu. İran İslam Respublikasında şükür Allaha bir təbii sərvətləri var, dövlət öz əlindədir, böyük ərazisi var, dedim, daxili sərvətləri var, tənzim olmuş bir siyasəti var. Bu köməklərin nə yaxşı olar ki, biz indiki dövrdə divana çox yönəldək. Doğrudan da bunların səsini dünyaya çatdıran yoxdur. Bir elə güclü mediası da yoxdur Avropada. Bizdə də onları təmsil edən elə yoxdur. Nə yaxşı ki, divana yönəldək. Baxın, burada bir səhv anlaşılmasın, çünki bu əcib varlıqlar var, gözləyirlər nəsə deyilsin, onlar nəsə düzüb qoşsunlar. Qətiyyən demirəm bu mənim vasitəmdən. Xeyr. Vasitələr çoxdur, vasitə tapa bilərsiniz. Hizbullaha köməklilərinizi ötürə bilərsiniz. Amma mən elə bilirəm ki, bu Əli əleyhissalamın məzlum şiələrin qabağında bizim bir vəzifəmiz var. Yəni, bəli, və İran İslam Respublikasına hamı kömək edir və mən hətta bilirəm ki, bu köməklərə o qədər də ciddi ehtiyac yoxdur. Burada bir hissəsini bunlar da yönəldirlər müəyyən ayrı yerlərə. Amma hər halda Livanın şiələri və Hizbullah baxmayaraq ki, ön səngərdədir, həmişə sinəsini qabağa verib, həmişə ilkin zərbələr ona dəyib. Bax, indi məsələn İranda baş verən cinayətlərə nə qədər narahat, illər boyu bunlar bu cür yaşayırlar, illər boyu onların övladları şəhid olur, evləri dağılır. Deyirəm, 1 milyona kimi təqribi hesablamaya görə burada qaçqınlar var, qalmağa yerləri yoxdur. Bu Beyrut hadisəsində, bu soyuqda bunlar çadırlarda yaşayırdılar, çox belə məzlumcasına, amma buna baxmayaraq mübarizəni tərk etmirlər, İslama sədaqətlidirlər, müqavimətə sədaqətlidirlər. İslamın xeyməsi olan, müqavimətin xeyməsi olan İran İslam Respublikası üçün sinələrini gəriblər. Amma elə bil ortada bunlara qarşı biz öz tərəfimizdən bir laqeydlik hiss edirəm. Nə qədər bunlar üçün dua edirik, nə qədər bunlara yardım edə bilirik. Mən xahiş edirəm, imkan həddində yardımlarınızın, demirəm hamısını demirəm, müəyyən bir hissəsini, imkan həddində, ki, orada vəziyyət İrandan pisdir. Onlara yönəldin. Onların məzlumiyyəti daha çoxdur. Nə dövlət büdcələri var əlində, nə hökumət var, nə sərvətləri var. Deyirəm, Azərbaycanın bir-iki rayonu qədər ərazisi var əllərində. Qaçmağa yerləri yoxdur. Hətta bəziləri gedirlər ayrı məntəqələr, orada vahabilər, ya bu druzilər onlara əziyyət verirdilər, döyürdülər, qovurdular. Yəni, belə bir vəziyyətdədir və biz əgər bunu görməsək, bunların səsinə çevrilməsək, bunlara yardım eləməsək, qiyamətə cavab verəcəyik. Yəmən də görürsünüz, məsələn, bu vəziyyətdə Yəmən cəmaatının aclıq vəziyyəti idi. Bunlar pul yığırdılar, Livana göndərdilər. Öz müqavimətçi şiə qardaşlarına, mübariz şiə qardaşlarını orada göndərirdilər. Məsələn, əsas bunlar köməklərini ora yönəldirdilər. Yəmən xanımları, qızıllarını ora yönəldirdilər. Ön cəbhə hər halda oradır. Hasan gəlib İrana çatdılar, Hasan rəhbərimizi vura bildilər. Şamatda biz zəifləyəndə, Şam məntəqəsində bizim əlimizdən çıxanda Hizbullah zəiflədi, Seyid Həsən şəhid oldu. Ondan sonra gəlib rəhbəri vura şəhid eləyə bildilər. Əgər Hizbullah nə var, güclü qalsaydı, o Şam məntəqəsi bir zaman əlimizdə idi, qalsaydı, belə rahat deyildi. Çünki danışırlar, deyir, rəhbərə dedi ki, əgər Suriya əlimizdən çıxsa, bunlar sonra gedərlər Yəmənə, sonra İraqa, sonra bizim sorağımıza gələcəklər. Dedi, rəhbər deyir, yox, birbaşa bizim sorağımıza gəlib bizi vuracaqlar. Və elə də oldu. Əgər həmin Seyid Həsən sağ qalsaydı, əgər həmin Seyid Həsən qüdrətli olsaydı, əlbəttə qüdrətlidir, biraz da qüdrətli olsaydı, əgər Hizbullah o zərbəni görməsəydi, görəndə daha sürətlə bərpa olsaydı, əlbəttə bərpa olur, amma daha sürətlə bərpa olsaydı, dünya müsəlmanları, azad insanları, köməklər, hər kəs bir müəyyən yönəltsəydi ora, mümkündür bu hadisələr bu cür baş verməzdi. Amma hər halda mən çox xahiş edirəm, imkan həddində nəzərə alaq Hizbullaha. Yəni, belə olmasın, bir qalib cəbhə var, hamımız istəyirik qalibiyyətdə adımız olsun. Bəli, bu pulu göndərək, məsələn, burada evi dağılmışlara, raketlərə və s. Amma məzlum Hizbullah, Əli əleyhissalamın yetim övladları bu cür deyək. Çünki nə qədər əyinmək ki, zuhur baş verməyib, biz yetimik. Və məzlum eyni zamanda izzətli və qüdrətli övladları yadımızdan çıxsın. Onlara kömək olunmasın. Mən xahiş edirəm, bunu nəzərə alaq.